Allah. Bu söz, bu ifadə, bu kəlmə mənim zehniyyətimdə, düşüncələrimdə necə bir dərin iz buraxıb və bunu anladığım gün, 3 gün özümə gəlməmişəm və yaşadığım geridə qalan 46 illik həyatıma necə təəssüflə baxdığımı indi sizə danışacağım. Və bu İslam dünyasında, bizim bu zehniyyətimizdə, özümüz də bilmədən bir şifrəli kod kimi işləyən bu söz bizi bütün arzularımızı, ümidlərimizi və xoşbəxtliyimizi necə əlimizdən alır, indi mən onu sizə izah edəcəm. Mən bunun özüm təsadüfən üstünü açmışam. Yəni araşdırmalarım nəticəsində bunu kimsə mənə öyrətməyib. Bunu bilən də çox az sayda adam var. Mən bilmirəm bu bilərəkdən düşünülmüş belə formada belədir, yoxsa təsadüfün nəticəsidir. Mən onu bilmirəm. Yalan deyə bilmərəm. Amma onu bilirəm ki, bəli, Allah sözü şifrəli bir koddur. Bizi içimizdə doğulmadan öldürən şifrəli kod. Bizi bu həyatda məhv edən, bütün xoşbəxtliyimizi əlimizdən alan xüsusi şifrəli bir kod. Və bu dəhşətdir. Və bu necə baş verir? Əvvəla nəzərinizə çatdırım ki, insan zehniyyəti, insan şuuraltısı belə işləyir. Ağ kağızdır və bura bir xətt çəkirsən, sonra o xətti silsən belə, o qələmin izi orada qalır. Yəni o iz qalır. Elə bir silinməz. İndi gələk məsələnin mahiyyətinə. İnsan övladı dünyaya doğularkən, yəni biz insan olaraq dünyaya bu prosesi illərdir izləyirlər və bu hamısı təcrübələrin nəticəsidir. Burada hamısı sübut olunmuş faktlar. İnsan doğulur, bu dünyaya birinci olaraq biz dünyanı qavrama qabiliyyətimiz müqayisə yolu ilədir. Yəni biz bu dünyanı müqayisə yolu ilə qavrayırıq. Yəni ilk özümüzü dərkimiz başlayır ki, bax, bu anamın, baxırıq ki, 4 dənə qol var da, bu anamın qoludur, bu mənimdir. Anlayırıq ki, bu ikisi anamındır, bu da mənim. Belə-belə özümüzü anamızla birinci müqayisə edirik, qavrayırıq ki, bu mənim, artıq mən olaraq fərd olur və sonra da başlayırıq yenə də həyatı bu gün də biz qavrayış qabiliyyətimiz müqayisə yolu ilədir. Yəni, böyüyə nisbətən balaca, nə bilim, ağa nisbətən qara, bir-biri ilə müqayisə edir. Bu, insan qavrayışının, algılamasının birbaşa işləmə prinsipidir, mexanizmidir, funksiyasıdır belə. Gəlirik məsələn, bizə lazım olan hissəsinə. Bu müqayisə yolu bizi onsuz həyatda qoymur xoşbəxt olmağa, sonraki həyatımız boyda elə biz hər şeyi müqayisə edir, ona görə xoşbəxtlik tapa bilmirik. Bu mövzu başqadır. İkinci məsələ gəlirik bu mövzuya. İkinci insan övladının ikinci funksiyası nədir? Qavrayış qabiliyyəti hər şeyi sınaqdan çıxardır. Özü. Yəni, burada ata və ana olanlar bunu müşahidə ediblər, bilirlər, görüblər. Yəni ki, biz başlayırıq həyatı öyrənməyə. Ümumiyyətlə, bu da uzun, böyük bir proses. Danışaram mən bu haqda sizə. Yəni, özü, bax, uşaq başladı, birinci dil öyrənir. Durmadan suallar verir, sual verir. Uşağım, mən bu haqda məktub yazdım Sinan Canana Türkiyəyə və mənə, burada da Qalib Əsədova məni almışladı ki, sən öz fikrimi yazdım, göndərdim. Nə idi məsələ? İnsan övladı, bu ətraf mühiti, dünyanı öyrənməyə başlayır. Bir növ əmməyə başlayır və suallar verir, dili öyrənir. Heç kim bilmir ana dili necə öyrənir. Ana dilini öyrənir. Bunlar hamısı 2 yaşdan sonra başlayır. Və hər şeyi bir sınaqdan çıxartmağa. Bu sınaq dövrü ki var, sınaq başlayanda suallar verir uşaq. Bu nədir, bu nədir, bu nədir? İndi sual verdi ki, bax, məsələn, sual verdi. Ata, bu nədir? Məsələn, nədir belə eləyir, göstərir. Məsələn, belə deyək də, çayını ki, çayını nə bilim, şamı, neysə də. Soruşur ki, bu nədir? Biz çayını ki, məsələn, bu şamı, soruşdu, bu nədir? Bu şam da yanır. Çayını ki, deyir ki, olmaz, dıza. Və salam.
Bax, bizim fərqliliyimiz budur. Ona o dızzat dediğimiz, qorxutduğumuz şeyi nə olur olsun, mütləq onu biz dedik, o özü sınavdan çıxartmalıdır. İnsanın ikinci fərqli bu həyatı qavrama xüsusiyyəti budur. Bəli, bu bizim ikinci qavrayımız, müqayisə yolu və bir də sınavdan çıxartma. İndi neydi? Sən dedin, getdin. Bu hər birimiz bunu müşahidə eləmişik. Biraz keçir, sən o tərəfə gir, uşaq onu özü sınavdan çıxartmalıdır. Çünki bu həyatı öyrənir. Və gidib diyorsan ki, uluyur, əli yanır, gedib çaynikə baxırmağını vurub, görüb ki, həqiqətən dızzadır. Özü sınavdan çıxardır. Mən bunu belə yazmışdım. Biz buna Azərbaycanlılar, biz millət olaraq ilan boğan deyirik. Uşağın ilan boğan. Çünki ilandan qorxmur, qorxusu yoxdur. Top tutur ilanı, istənilən bir şeyi. Ən pis vaxtıdır. Çünki həyatı öyrənir və özü sınavdan çıxardır. Növbəti, məsələn, rozetka. Hər birimiz görmüşük. Uşaq olmaz deyirik, uşaq barmağını mütləq onu gizildədir və salam. Elə uluyur, olmaz, özü yoxlamalıdır, mütləq. Belə öyrənir. Bu nədir, o nədir, o nədir? Gəlirik məsələyə. Məsələnin məğzinə. İndi bir dənə də uşaq götürdü çörəyi, qırdı, atdı yerə. Uşaqdır da. Atdı yerə, tapdaladı, nəsələdi. İndi bu indi ya ata deyir, ya ana deyir, ya nənə deyir. Bu hamımız deyək bu həyat, bu yolu keçir ya. Mümkündür. Yəni bu dəhşətli bir şey. Atdı yerə çörəyi. Və nənəyə, ya babaya, ya ata kimsə dedi ki, bala, olmaz, çörək də və bərəkət, Allah baba səni cəzalandırar. Uşaq da bilmir. Pletkanı yoxladı, çayniki yoxladı, cızladı, yandı əli, məsələn, rozetkanı yoxladı, onu bir indi özü bir xüsusiyyət də belədir. Birini yoxlayıb tam başa çıxmayana qədər növbətiyə keçmir. Mütləq bunu tam öyrənir, sonra. Bu da müşahidələrin nəticəsidir. İndi uşaq keçdi, çörəyə qırdatdı, nənə dedi ki, Allah baba səni cəzalandır. Bu Allah babanı öyrənmək istəyir. Nədir bu Allah baba? Nədir bu? Və uşaq biz o yana getdi, nənə o tərəfə getdi, çörəyi qırdı, atdı yerə tapdaladı. Və keçdi müşahidə rejiminə. Gözləyir. Və bu bizim hər birimizin başına gəlmiş bir şeydir. Və biz onda həyatı özümüz qavramırıq. Amma şuuraltı qavrayır. Bax, bayaq dedim, simpatik sinir sistemi. Və o uşaq mütləq o Allah babanı tam bilməyənə qədər növbəti şeyə keçməyəcək. O Allah babanın gözləmə mövqeyində gəzir o yana, bu yana və başına gələn növbəti bir hadisəni Allah babanın cəzası olaraq yazır şuuraltına. Və salam qaldı. Əlini vurdu çaynikə, barmağı yandı, pletkaya soxdu, tok vurdu, bütün hər şeyi bildi. Nədir? Məsələn, toyuğun üstünə getdi, toyuq dişlədi, pişir. Nəyi dedilərsə bir yoxladıq. Bu yıxılır, elə adam var yıxılır, şamı düşür. Uşaqdır da, mütləq yıxılır, başına diş. O başına gələn hadisəni, bax o tapdaladığı çörəyə görə Allah babanın cəzası oları yazır şuuraltına. Və bunu biz sonra böyüyürük, özümüzü dərk edirik, amma heç vaxt anlamırıq ki, o necə işləyir. İndi o necə işləyir, onu izah edin. Hər birinizə sual verirəm. Evdən zəng gəlib. Yoldaşın, o uşağın, anan, qardaşın, bacın, kim olur olsun. Zəng gəlib. Vüqar, Vüqar, polis dedi, adboy getdi, kontrol qutardı. Nə olur? Polis sözün o işdən kimi nə olur? Beyin keçir avtomatik olaraq həyəcan istəyirdim. Vüqar, məhkəmə, yenə söndü telefon. Məhkəmə, polis, cəza, istintaq kimi bu sözlər bizim şuuraltımızda avtomatik olaraq simpatik sinir sistemi həyəcan dövriyəsinə girir və həyəcan siqnalında başlayır işləməyə, təşvişdə, bizdən asılı olmayaraq. Bəs, yaxşı, Allah baba necə işləyir? Allah baba, Allah deyən kimi avtomatik olaraq o şuuraltıdan aldığımız cəza, uşaq vaxtı, simpatik sinir sistemi keçir dövrəyə. Allah baba, cənnət, cəhənnəm, qıl körpüsü, incir-mincir, cəza, qiyamət, avtomatik olaraq
xof və simpatik sinir sisteminin qorxusu içində, həyəcan içində başlayırsan və gəl mənə də deyirsən ki, mən Allah'ı sevirəm. Bəli, bizi içimizdə məhv eləyən, bizi yəni həyat boyu qorxusundan çıxa bilmədiyimiz xüsusi şifrəli kod, ömrümüz boyu təhlükəli, onu eşidən görür. O silinməyən bir iz. İndi burada məsələ nədir? Elə ailələr var ki, onu sevgi ilə də təqdim edə bilər. Bəli, məsələn, o uşaq onu necə qavrayır? Bunu mənə, məsələn, bunu Allah baba verib, Allah yetirib. Bu cür də təqdimat ola bilər. Ola bilər ki, insanlara kiminsə bu cür. Amma əksəriyyət olaraq bizə bu metaforik bir şeydir də. Bu sözün biz hardan ərsə gəldiyini də bilirik. Sadəcə, bax, bizim məhv eləyən o bizə cəza predmeti olaraq, yəni təqdim olunmasıdır. Və yaxud keçən dəfə bu mövzuda söhbət gedir, mən çox dərinləşdirmək istəmirəm. Sünnət dediyimiz anlayış, sünnət anlayışı, indi biz onu bilmirik. Bilirsiniz nə deməkdir? Bizim şuuraltı sistemini biz nə edir? Darmadağın eləyir də. Yəni, bu, bilirsiniz necə bir şeydir? Şu sünnət, gedin araşdırın. Yahudilər, Misirə ilk dəfə gedəndə, Misir, Fironun əmri ilə onları damğalamaq üçün qul kimi onları kəsir. Özü necə kəsir? Belə qollarını tutan bağlayıb və o qədər ayıb bir şey olub ki, o vaxtda çox lüt gəzirdilər insanlar çox. Onu sonradan insanlar o dərini qaytarıb gətirmək üçün, yəni bilinməsin deyə cəmiyyət içində, orada, burada. Onlar o dərini o qədər dartıb bəzdən bir sancaq vurub, nəsə bir şey vurub bildirmə, ayıb bir şey sayılmış. Ayıb, çox ayıb, təhqir. Və Musa Peyğəmbər o hansı ki Misirdən çıxanda artıq yenidən Kənan torpaqlarına qaydanda Misirdən çıxanda bir yer var, vadi. Orada dayandı, öz qövmünü də ətrafına yığdı və dedi ki, bir vaxtlar bizim köləliyimizin rəmzi olan bu sünnət qoy bu gündən bizim azadlıq simvolumuz olsun. Vəssalam. Və o sünnət termini anlayışı gəl bizim bu günləri özümüzü bədbəxt elədiyimiz, biz özümüzü mədəni formada, çünki sünnətin bizim şuuraltımızda açdığı qorxu, xof, indi şükür o uşaqları bugün həkim vasitəsindən kəsirlər. Onu təsəvvür ki, yəni necə gözləyirik də biz qorxa-qorxa, bir gün bizi kəsicəklər. Yağlı kəsici, yəni sənin ətindən ət kəsir, sən ona sevinə bilməzsən, heç kim ona sevinə bilməz. Heç kim onu xoş qarşılaya bilməz və bu bir qorxudur. Və bu qorxu da məhz ona xidmət edən qorxulardandır. Çünki insanlıq qorxu ilə idarə olunur. Və bugün sən heç sözünü də bilmirsən. Bizim şuuraltımızda bu kimi o qədər qorxular var. Bəzən anamızın, atamızın bizə bəlkə də əsəbi vaxtına düşüb dediyi bir kəlmə söz belə bizi bloklayıb içimizdə. Bəli, indi sən harada olmağından asılı olmayaraq, əzizim, azam verilir, Allah deyilir, azam dua eləyirlər sənə, Allah yolu açıq eləsin deyirlər, nə deyirlər desinlər, sənin avtomatik olaraq simpatik sinir sistemin qorxu proqramını işə düşür, o sözü eşidən kimi. Bəli, bu dəhşətdir.